Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün mən sizə İlyas Əfəndiyevin yaradıcılığı və Xuşudbanu Natəvan əsərindən danışacağam. Ona görə biraz diqqətli olaq. Deməli, yaradıcılığı 1900, ümumiyyətlə həyatı 1914-1996-cı illəri əhatə edir. Yaradıcılığına kənddə müəllim işləyərkən, yəni hekayə yazmaqla başlayıb. 1939-cu ilin ilk kitabı Kənddə məktublar olub. Sovet dövründə yaşayıb yaradıb. Sovet ideologiyasından mümkün qədər uzaq olub. İnsanı reallıqları ilə təsvir edib. Ədəbiyyatımızda lirik psixoloji nəsrin əsas yaradıcılarındandır. Nəyin? Lirik psixoloji nəsrin. Yaradıcılığında millilik və müasirlik idi. Nəsr əsərləri lirizm reallıqları dolğun əks etdirmə imkan yaradır. Bəzi hekayələri mənsub şeir təsiri bağışlayır. Kənddən məktublar kitabındakı hekayələr təbii məktub təsiri bağışlayır. Sənət uğrunun davam etdirdiyi hekayələr Qarı dağı, Şəhərdən gələn oxçu, Xəncər, Yasəmən ağacı, Yun şaldı. İlyas Əfəndiyev bəzi əsərlərində zamanı qabaqlamış və bu ədəbi mühitdə müəyyən mübahisələrə səbəb olmuşdur. Məsələn, Körpü salanlar romanı Səri Azərbaycan ədəbiyyatında müasir qəhrəmanı təmsil edən obrazdır. Sarı köynəklə Valehin nağılında burada gerçəklik və macəra, adiliklə dərinlik, müasirlik duyğusu, cəmiyyəti düşündə mənəvi problemlərin bədii əksi öz yerini tapmışdır. Əsərin qəhrəmanları tikintidə çalışırlar, lakin yazıcı istehsal prosesini əks etdirməyib, əsərdə uşaq evində böyümüş sarı köynəklə Valehin taleyi, xarakteri, mənəvi mövqeyi əks olunmuşdur. Həyat həqiqətlərini əks etdirən milli nəsrin gözəl nümunəli olan romanlar Söyüdlü arx romanıdır. Geriyə baxma qocadır və bir də 3 atılan əsəridir. Deməli, onun həyat həqiqətləri. Dram əsərləri bəs varmı? Bəli, ilk dram əsəri İntizardır. Bunu Mehdi Hüseynlə birgə yazıb. Lirik psixoloji dramaturgiyanın əsasını qoyduğu İşıqlı Yollar 1948, Bahar Suları 1950, Ata Evlər ailəsi 1954. Deməli, İşıqlı Yollar 1948, Bahar Suları 1950, Ata Evlər ailəsi isə 1954. Dərin lirizmi və realizmi ilə seçilən dram əsərləri Sən həmişə mənimləsən, unuda bilmirəm, məhv olmuş gündəliklər mahnı dağlarda qaldı. Biri 1964, Sən həmişə mənimləsən, unuda bilmirəm 1968, məhv olmuş gündəliklər 1969, mahnı dağlarda qaldı 1971. İlyas Əfəndiyev səhnəyə gətirmişdir həyatın ilk baxışda adi görünən dərinliklərini, qəhrəmanın daxili aləminin qəribəliklərini gətirmişdir. Günahı və nakam sevgini. Onun belə deyək də əsərlərində dram əsərində çıxan mühüm nəticə insanın mənəvi təmizlənməsinin zəruriyyətidir. Onun yaratdığı obrazlar günahdan, yanlışlıqdan mənəvi saflaşmağa, bütövlüyə doğru təkamülün yolu keçirlər. Bu əsərlərdə ictimai baxışlar sinfi qütbləşmələ mübarizə aparmı, mübarizə aparan mənəvi münasibətlərdir. Tarixi mövzuda dramı varmı? Varmı? Məsələn, Milli Azadlıq Hərəkatına sormuşlarına Xuşudbanu Natəvan 1985, Şeyx Məhəmməd Xiyabani 1986. Müasir dövrlə səsləşən digər dramları Mahnı dağlarda qaldı, Tənha İdi ağacı. Xuşudbanu Natəvan dramında 19-cu əsrdə öz xalqının mənafeyini qoruyan, azadlığını arzulayan, xeyirxah əməllərlə tarixdə iz buraxan Natəvan obrazı yaradılıb. Şeyx Məhəmməd Xiyabanidə də Səttarxan yolunun davamçısı Şeyx Məhəmməd Xiyabaninin azadlıq mübarizəsində söz açılır. Ümumiyyətlə, İlyas Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbiyyatında bir növ fərqli hadisə kimi qəbul olunmuşdur. Deməli, Xuşudbanu Natəvan, mən sizə təhlil hissəsini, əsas məqamları deyəcəm. Amma lazımdır ki, bu şagirdlər üçün, çünki orada 2 şəkil var ki, 9-10-cu şəkilləri burada ümumi məlumat verəcəyəm. Amma müəllimlər üçün olan hissədə isə bu geniş verilir. Xuşudbanu Natəvan, Canişin, Knyaz Xasay, Seyid Hüseyn, Hidayət xan, Mirzə Ruhlar, Nəvvab, Mamayə, Tervahan, Qoca Knyaz, Daşdəmir, Zahir bəy, Bəyim, Çöl kamançası Təxminə, Şahmar, Möhnət, Fərəc bəy, Qala rəisi Mixailov, Şahzadə Məliküddövlə və Muradalı obrazları iştirak edirlər. Deməli, birinci məclis, yəni birinci şəkil, Qafqaz Canişinin malikanəsi, Xuşudbanu Mirzə Ruhullahla Canişinin qəbuluna gəliblər. Knyaz Xasay Natəvanın gəldiyini bilib ona Canişin cənablarını indi onlar qəbul edəcəyini söyləyir. Knyaz Xasay xanla ilk tanışlıqlarıdır. Kimin? Xuşudbanu Natəvanın. Knyaz Natəvana, sizin haqqınızda əfsanəyə bənzər sözlər eşitmişəm, deyir. Xuşudbanın cavabında bildirir ki, haqqında zəhərli sözlər də eşidə bilər. Xuşudbanu Natəvan Knyazı Qarabağa dəvət edir. Knyaz məmnuniyyətlə gələcəyini söyləyir. Canişin otağa daxil Xuşudbanını xoş qarşılayan Canişin soruşur. Qaldakı çinovniklərimizdən razısınızmı? Sizə lazım qədər hörmət edirlərmi? Bu onu göstərir ki, Rus ordusu işğal etdiyi ərazi hakimiyyəti dəyməsə də nəzarət üçün öz adamlarını ora yerləşdirmişdilər.
Natəvan ötkəm şəkildə mənə hörmət etməyə bilməzlər cavabını verəndə qarşısındakından yaltaqlı gözləyən Canişin bu cavaba təəccüblənir. Canişinin nitqindən Natəvanın baba və ata adını eşidirik. İbrahim və Mehdiqulu xan kimdən? Natəvanın Canişin nitqindən. Eyni zamanda aydın olur ki, Canişin Axundovla yaxın münasibətdədir. Axundov ona Natəvan haqqında danışmışdır. Canişin Qarabağ atlarını Azərbaycan xalqının mükafatı kimi qiymətləndirir. Eyni zamanda bu xalqın ayrı düşməsi ilə bağlı Cənubi Azərbaycanda, Cənubi Azərbaycan nəzərdə tutulur, təəssüf hissini də qeyd edir. Natəvan cavabında Rusiyanın da Şimali Azərbaycanı işğal etməsini işarə edir. İki böyük dövlətin Azərbaycanın iki yerə parçalanmasının ədalətli iş olmadığını bildirir. Canişin isə ağıllı hökmdarların da Rusiyanı nəzərdə tutur, hadisənin asılı olaraq ağılsız qərar verə biləcəklərini söyləyir. Söhbəti dəyişərək Natəvanın bura gəlmə səbəbinin ona aşkar olduğunu, atasından qalan mirasın bir hissəsini çatdıracağını bildirir. Varis Yekdayam deyir orada. Natəvan ona razılaşmır, mülkünün hamısını istəyir. Onun tək qızı olduğunu bildirən Canişin sanki bu sözü o qədər mal-mülkün Natəvana artıq olacağını bildirir. Xurşudbanu isə nə bildirir orada? Deyir, mən tək deyiləm də. Uşaqda deyir, əhali var, şur çəkdirəcəyəm, uşaqlar məktəbsiz, elmsiz qalıb, onlara heç bir kömək edə bilmədiyini vurğulayır. Canişin bu fikirlər imperatora çatdıracağını söyləyir. O Natəvanı Knyaginyanın təşkil etdiyi bala dəvət etsə, Natəvan qalmır, qalaya geri qayıdır. Natəvanın ardınca Canişin knyaza ona ağıllı qadın olması barədə söz açır. Subaylığın daşını atman lazım gəldiyini söyləyir. Knyaz bəlkə də indiyə qədər subay qalmalı səbəbi məhz bugünkü görüşlə bağlayır. Canişin Xasaya Natəvanla izdivacı girməyi təklif edir və bunun arxasındakı siyasi məqsədlərini açır. İmperator xoş gələr, Azərbaycan xalqına psixoloji təsir göstərər, onların imperator hakimiyyətinə qarşı hüsn rəğbəti artar. Lakin knyaz yalnız siyasətə görə evlənməyi doğru saymır. Əslində o Natəvandan xoşlanmışdı. Lakin izdivac üçün bir tərəfli bəyənməni də doğru saymırdı. Canişinin Natəvanın baxışından onun da Xasayı bəyəndiyini, sezdiyini söyləyir. Knyaz cəsarətsiz olduğunu bildirir. Canişin isə ona kübar salonlar pələngi adlandıraraq bu izdivacın imperatora xoş gələcəyini bir daha xatırladır. Xasayın cəsarətsizliyinə səbəb Qarabağlıların Şiə, Xasayın isə Sünni olması idi. O Qarabağ hakiminin bu izdivaca razı olmayacağını düşünür. Lakin Canişin Natəvan kimi birinin xurafatlara boyun əyməyəcəyini söyləyir. Çünki o xurafatdan uzaq biri idi də. Bundan cəsarətlənən knyaz imperatoru məmnun etməkdən şərəf duyacağını bildirir. İkinci şəkil Şuşa qalasında vaqe olur. Zahir bəylə bu xəyanətkar adam da axırda olacaq. Nəvabın dialoqu verir. Nəvab Zahirə qubernatorun istəkli dost deyərək sataşır. Əslində məclisi ün təşkil olunmadı. Lakin Zahir bəy verir xəbərsi məlum olur ki, Natəvan qonaq gəldiyi üçün Tiflis Canişinin yavəri Dağıstan Xasay məclisi məşğələsi təxirə salınıb. Zahir bəylə Nəvabın dialoqunda həmçinin məlum olur ki, Natəvan Xasarı izdivac etmək istəyir. Zahir bəy bunu bir mənalı qarşılamır, hətta biabırçılıq hesab edir. Qarabağ xanın nəvəsini Dağıstan ləzgiyə layiq görmür. Bunu milliyyətin təhqiri kimi qiymətlənir. Halbuki aləmi qatan ilə Zahir bəydir. Lakin Nəvab buna da bir eyib görmədi. Əksinə Dağıstan igid mərd xalq olduğunu bildirir. Xurşudbanu və knyaz Xasay eyvana çıxır. Natəvan knyazı Allahın ona göndərdiyi nicat kimi dəyərləndirir. Onu sən güclüsən deyir. Çünki knyaz həm Qafqaz Canişinin dostudur, həm də imperator onu sevir. Bu Canişinin nitqində də verilib. Natəvan Xasayı görəndə keçirdiyi hisslərdə necə cəsarətlənməsinə, vətəni üçün dağı dağ üstə qoya biləcək gücü özündə hiss etməsindən danışır. Knyaz onu xalqının qara cəmaat adlandıranda Natəvan buna etiraz edir. Uşaq vaxtı müəllimi Mirzə Ruhullah öyrənir ki, müəllimi Mirzə Ruhullah olub, ona danışdığı qəhrəmanları xatırlayır. Nizami, Füzuli kimi dahi sənətkarlar yetişdirmiş bir xalqın indi dünya mədəniyyətindən geri qalması Natəvanı məyus edir. Ancaq bu geriliyin səbəbi istedadsızlıq və acizlik deyil. Xasay bu məqamda öz xalqının taleyi ilə bu xalqın oxşarlıq olduğunu bildirir. Xasay Natəvanı özünün bəxt ulduzu adlandırır. Uşaqlıqda falçın ona dediyi sözü xatırlayır. Sənin bəxt ulduzun tilsimli bir qalanın üzərində parlayacaq. Onu xatırlayır burada. Daşdəmir bir oğlanın Natəvanı görmək istədiyi xəbərini gətirir. Kim olduğunu bilmir. Mədəni insan olduğu üçün Xasay çıxır ki, birdən məxfi söhbət olar. Gəlir, kim idi? Seyid Hüseyndir. İran ərbabından əlindən buraya pənah gətirib. Oxucu onların dialoqundan İranda Azərbaycanlıların zülmündən xəbər verir. Seyid Hüseyn bizi çarmıxa çəkirlər söyləyir.
İrandan bura gizli gəlməyin səbəbi budur. Fədailik edib kənd-bəkənd özlərinə tərəfdaş axtardıqdan hansısa satqın Azərbaycanlı kəndxuda ərbaba çatdırmışdı. Natəvana da ona görə pərah gətirib ki, çay məmuru onu İrandan qaçdığını bilsələr qalada yaşamağına icazə verməyəcəklər. O Natəvandan sığınacaq istəyir. Natəvana pənah gətirməsinin məsləhəti xala nəvəsi Natəvanın mehdəri Muradalı verib. Deməli, kimdir? Muradalı ilə həmin bu Seyid Hüseyn xala olublar. Onu bilin. Çünki bizə lazımdır qabaqda. Natəvan ondan nə iş görə biləcəyini soruşanda o əlindən hər iş gəldiyini, hətta Natəvan açdığı yeni məktəbdə müəllimlik edə biləcəyini söyləyir. Fars dilində təhsil alın, çünki orada Azərbaycan dili təhsili yoxdur. Lakin türk dilini yaxşı bildiyini, şeir sənətindən də başı çıxdığını bildirir. Hal-hazırda Muradalının mənzilində daldalanır. Natəvan Mirzə Ruhları çağırtdırıb Seyid Hüseynlə bağlı tapşırıqlarını verir. Mənim adımdan qala rəisinə rica edilsin ki, onu burada yaşamaya icazə verilsin. Şəxsi mülkümdən otaq ayrılsın. İçi xalça qəbə ilə döşənsin. Orada yaşasın. Məktəbdə müəllim təyin edilsin. Nə tədris edəcəyini isə müdirlə həll edilsin. Seyid Hüseyn Natəvan etibarı doğrulacağına söz verir. Natəvan bəyindən güllərinə su verib vermədiyini soruşur. Daha sonra ona şüşəyə çəkdirilmiş bulağın mühəndisi yanına çağırtdırmağı tapşırır. Natəvan çıxanda bəyim stolun üstündə şairənin Qərənfil qəzəlini götürərək oxuyur. Hansı qəzəlini? Qərənfil qəzəlini. Deməli, bir dəqiqə kitaba da baxım. Aha. Deməli, bu hissədən keçdik. Keçirik artıq növbəti 3-cü şəklə. Baxıram ki, görüm birdən hansı əlaqələnmiş olar ki, onlar danışmayayım da. 3-cü şəkil vaqe olur Muradalının evinin bağçasında. Muradalı və Seyid Hüseyn dialoqunda onların keçmişləri haqqında məlumat almaq mümkündür. Deməli, birinci canişin oldu, sonra gördük qaladır. Sonra bu Seyid Hüseynin gəlməsi Muradalı məsələsi şəkil keçir Muradalı tərəfə. Vaqe olur Muradalının evinin bağçasında. Muradalı və Seyid Hüseyn dialoqundan onların keçmişləri haqqında məlumat almaq mümkündür. Muradalının nitqindən məlum olur ki, 10 ildir o tayda qalmış, da qırmızılamıram, qara ilə verilib. Anası ilə bacısının üzünə həsrətdir. Atası obaya divan tutan ərbabı öldürəndə 12 yaşı varmış. Öldürdükdən sonra Muradalını götürüb bu taya qaçıb. Anası da bacısını götürüb Təbrizə gedib. Onlarda hələ xəbər yoxdur. Ərbabın adamları onların ev eşiyini tanıdı. Hüseyn atası lap balacaqdan götürüb Tehrana fəhləliyə. Deməli, gələcək gün əsərində də var bu. Firudun və onun ailəsi analogiya yaratmalı. Gedib, bu da Muradalının nitqindən məlum olur. Seyid Hüseyn isə atasının 14 saat xalı karxanası fəhlilik edib, xalı qızıl qönçələrdə də var orada, Sürəyyanın nümunə göstərmək olar. Onu oxutduğunu və sonunda bu əzabı dözməyib öldüyünü söyləyir. Deməli, Şimali Azərbaycan olmasaydı, biz cənublular İran şahının zülmündən hara qaçardıq fikrini Muradalı söyləyir. Tək adamların qaçmağa çarə olmadığını, igid xalqın parçalarını gücdən düşmək fikrini Seyid Hüseyn. Deməli, Muradalı Şimali Azərbaycan söhbətindən danışır. Tək adamı Seyid Hüseyn deyir. Daşdəmir Araz Zaxar dili ilə mahnısını oxuya-oxuya gəlir. Muradalıya Xurşudbanın sifarişini çatdırır ki, Mixailov meymunu, yəni balının atı minmək istəsə yəhərləyib versin. Deməli, meymunun atının adını Mixailov ya meymunu ya balının atıdır. Daşdəmir İran şahının qardaşı Təbriz mahalının keçmiş hakiminin İrandan qaçdığı və Rus hökmdarı izni ilə 32 arvadı bərabər qalada sığınacağı xəbərini verir. Onun qırmızı tumanına xınanlı əlini lağ edir. Seyid Hüseyn deyir, bizim taliyimizə baxın, Cənab Azərbaycanlı Şimali Azərbaycanı sığınacaq tapır. Muradalı onu öldürəcəyini söyləyir. Daşdəmir də ona bu işdə yoldaşlıq eləməsi. Seyid Hüseyn bildirir ki, onlar bunu etməklə Cənab qırğına verilmiş olarlar. O çərəni mütləqiyyəti dağıtmaqda görür. Bunun isə xalq ayağa qalxmalı. Muradalı bu fikri dəryada balıq sevdası kimi qiymətləndirir. Daşdəmir fikri qalıb 32 gözəlin yanında. Rəqqasə qız Təxminə və kör kamançası bağçanın yanından keçirlər. Muradalı bu qızın qalada yeni peyda olduğunu bildirir. Çağırır, kamançaçı və qız bağçaya daxil olurlar. Çalıb oynayırlar. Qız savalandan oxuyur. Seyid Hüseyn mahnının sözlərdən onun o taydan olduğunu anlayır. Şahzadənin kəcavəsi keçir. Şahzadə çalıb oynayan qızı görüb bəyənir. Qızın burada oynamaqda məqsədi bu idi. Məlik Yud dövlən vasitələ oracada qıza sifariş göndərir. Onu saraya dəvət edir ki, şahzadəni əyləndirsin. Muradalı da qıza aşiq olub. Həmin gecə Muradalı ilə qızın danışığından məlum olur ki, qız Muradalının düşündüyü kimi yüngül həyat tərzi keçirən qız deyil. Onun belə oxuyub oynamaq başqa məqsədi var. Şahzadəni öldürmək istəyirdi.
Muradalı onunla evlənmək istəyir, lakin qız razı olmur. Çünki başına nə gələcəyini bilmir. Onun planı var. Muradalı nə qədər israr etsə də, təxminənin dərdini, sirrini öyrənə bilmir. Təxminə də Muradalıya aşiqdir, lakin ona tam güvənməyincə sirrini deməyəcəyini bildirir. Artıq 4-cü şəkil Xurşudbanın malikanəsi. Xurşud yazı stolunun arxasında Gülün şeirini oxuyur. Biz görürsünüz, artıq onun qərənfil, Gülün bunları görürük. Xasay pərt halda daxil olur. Xurşudbanu ona şeiri oxumaq istəyir. Lakin Xasay şeirdən doyduğunu bilir. Çünki məclis ona həcvlər yazıblar. Hətta biri onu qalayçı adlandırır. Xurşudbanu qəzəblənir. Bunun həqiqi şairlərin etmədiyini söyləyir. Banu haqqında xoşagəlmiş böhtanlar yazılır ki, o bulağı çəkən mühəndis Talıbzadə ilə eşq yaşayır. Xasay Parisin, Peterburqun sayılarının onlara açıq olduğu halda bu uzaq qalada qalmağın gərəksizliyini vurğular. Siz bu dağ başın şirin su çəkdirmişsiniz. Onlar da sizi belə mükafatlandırar deyir. Xurşudbanın bulağı onlar üçün deyil, zəhmətkeş əhali üçün çəkdiyini vurğulayır. Daşdəmir məclis şairlərinin toplanması xəbərini gətirir. Məclis ünsün məşğələsi var idi. Natavan Xasayda iştirak etməkdə Xasay imtina edir. Deməli, məclisdə Nəvvab, Mamayi, Zahir bəy, Tervahan, Seyid Hüseyin və Mirzə Ruhullahdır. Mamayi şeir oxuyur. Bir kəs ki, zaram vətənimdə, vətənim yox. Bunu kim deyir? Mamayi. Zahir bəy şeiri birinci misrasını yüksək qiymətləndirir. Əslində məqsəd başqa idi. Nəvvab şeirdə ümidsizlik olduğunu, bunun isə xalqımıza yaraşmadığını bildirir. Seyid Hüseyin sual vermək üçün Natavandan icazə istəyir. Natavan onu məclis əhlinə təqdim edir. Seyid Hüseyin şairdən nə demək istəyəni soruşanda, Mamayi millətinin dərdinin tərənnüm etdiyini bildirir və Arazın o tayındakı hadisələrin Seyidin özünün də xəbərdə olduğunu vurğulayır. Seyid Hüseyin millətin inilti deyil, vuruş lazım olduğunu söyləyir. Zahir bəy ondan vuruş deyəndə nə nəzərdə soruşur. Seyid Hüseyin isə xalqı həqiqi azadlığa çıxaracaq mübarizədən danışacağını bildirir. Zahir bu dəfə də həqiqi azadlıq deyəndə nəyi nəzərdə tutmaq soruşaraq söz almağa çalışır. Axı bu satqındır, bir-birindən söz almalıdır da. Ki lazım məqamda o sözünü çatdıra bilsin. Nəvvəb sətraltı sözlərlə zahir olan nifrətini yenidən bildirib deyir. Qubernatorun dilmancı olduğunuz halda bu sözün mənasını məgər bilmirsiniz? Zahir özünü izzət-i nəfsini sevən adam kimi təqdim edir. Seyid Hüseyin nə demək istədiyini belə açıqlayır. İnsanlar casus, alçaq olmağa məcbur edilməsin. Hər kəs izzət nəfsinin sahibi olsun. Şairin şeirdə vətənsizliyə çarə göstərmədiyini bildirir. O çarəni ilanın başına əzməkdə görür. Həm Rusiyanı, həm də İranı nəzərdə tutur. Namusu ayaqlar altına atılmış Azərbaycan qızlarının azad edilmədiyi halda onların gözəlliklərinin vəsfinin mənası olduğunu bildirir. Ərəb var sözlərlə dolu mətiyyəçiliyi pisləyir. Bu tip şeirlərin dövrünün bitdiyini söyləyir. Nəvvab onu təsdiq edir. Xurşudbanu ərəb fars sözlərinin ədəbiyyatda çox işlənməsi səbəbi kimi yad ellərin işğalını göstərir. Zahir isə bunu İslamla əlaqələndirir. Tervahan Lermontovun Azərbaycan dilinə heyran olduğunu, onun şərqin fransız dili, Lermontovun və şərqin fransız dili olduğunu vurğulayır. Xurşudbanu isə Aleksandr Dumanın Qarabağ səyahətini xatırlayaraq ona Azərbaycan dilinin musiqisinə heyran qaldığını söylüyor. Özümüzün, öz dilimizin qədrini bilməli olduğumuzu xatırlayır. Tervahan Vaqifi şeirlərin gözəlliyindən bəhs edir. Ondan sonra Seyid Hüseyin öz dilinə, öz varlığına sahib sənətkar bütün millətlər üçün əzizdir. Fikir verirsiniz diyaloqlarında bizim öz dilimiz, öz tariximizə nə qədər şeylərə dayanırlar. Tervahan erməni ədibi Mirzə Yusif Nəsəbovun Tiflisdə Vaqifin şeirlərini toplayıb çap etdirdiyi məlumatını verir. Xurşudbanu Natavan dil bizim varlığımızdır. Nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan dili də yaşayacaq. Mən Azərbaycan balalarının Homeri, Danteni, Şekspiri, Hoteni və Puşkini öz doğma ana dillərində, dil məsələ toxunan digər əsərlər, Şəhriyar Türkün dili, Azad hekayəsi, Çingiz Aytmatov gün məsələ bərabər oxuyacaqlarını görürəm. Ondan sonra Rəsul Rza Qızılgöl poeması ilə analogiya olar ki, belə ki, həmin əsərdə də Nədim, Puşkin, Baylan, Lermontov, buna əlavə Füzuli, Sabir, Natavan kimi müəlliflərin, belə deyək də, yazıçıların adları çəkilmişdir. Burada da var həmin adlı demək olar ki, xarici adlardan. Növbəti gəlirik artıq 5-ci şəklə. Deməli, bəzi şeylər ola bilər ki, uşaqlar, sizdə qısa olar, mən bunu geniş şəkildə burada demiş olaram, onu görəcəksiniz, çox güman ki. Deməli, 5-ci şəkildə olur yenə də Banunun malikanəsi. Zahir bəydən başqa digər şairlər və Xurşudbanu içəri daxil olur. Alqış səsləri var. Xurşudbanın çəkdirdiyi bulağın açılış mərasimidir. Nəvvəb bu bulağın gələcək nəsillər Xurşudbanudan bir yadigar olduğunu vurğulayır. Ondan sonra harada qaldım?
Aha, Banu açılış münasibəti Mirzə Ruhulaya tapşırır ki, sabah bütün şəhər əhli onun qonağı olacaq. Bu axşam isə bütün kasıblar şirniyyat, düyü, yağ paylansın. Hamı çıxır, Xoşdubanın üzündə tutqun ifadə ilə bəyimi çağırıb, knyazın gəzintidən qayıtmamasını soruşur. Qayıtmayıb Xoşdubanın onu darıxdığı fikrindədir. Çünki qalada heç bir əyan knyazla münasibət qurmur. Bu halda onu darıxmağı normal haldır. Natəvan həm yerlə onu xar elədiyini söyləyir. Bəyim bunda knyazın özünün də günahkar olduğunu bildirir. Çünki o Xoşduban kimi deyil. Digər ağalar kimi çörəklərin halal zəhmət qazanı yuxarıdan aşağı baxır. Natəvan isə o zaman həmin adamlar ağaları saymasınlar fikrini irəli sürür. Lakin bəyim əgər bu hal olarsa, kasıbların balalarının ac qalacağını, yurdların isə viran olacağını bildirir. Bəyim özünü Xoşdubandan aşağı kəskin qiymətləndirəndə Natəvan ona əsir deyir. Allah Peyğəmbər heç yerdə deməyib ki, ağa rəiyyətdən əşrəfdir. Knyaz qaydanda Xoşdubanın onun nə üçün xoş günündə yanında olmadığını soruşur. Xasayın cavabından görünür ki, o Natəvanın gördüyü işləri gördükcə özü öz gözündən düşür. Çünki o ləzgi xalqına, Natəvan öz xalqının etdiklərini edə bilmirdi. Bu cavabda Natəvan pərişan olur, lakin Xasay öz xalqının taleyinə beganə olmaqda özünü günahlandırır. Bəyimlə Daşdəmirin dialoqundan məlum olur ki, Bəyim knyazda son dönəmlər qəribəlik hiss edir. O ya dağda, çöldə olur, ya evdə olur, vaxtını ancaq kitab oxumaqla keçirir. Knyazı bu cür rəftarının Banuya pis təsir etdiyini də söyləyir. Daşdəmir və Bəyim bir-birlərini sevirlər. Daşdəmiri Xoşdubanı kəndə gedəndə görüb, bəyənib saraya gətizdirib. Bəyim özünü qara daxmada yaşamağa layiq görmür. Mixaylov gəlir və Daşdəmir Bəyimi ona nişanlısı kimi təqdim edir. Mixaylovun knyaz olsa da özünü sadə apardığını Daşdəmirin dilindən eşidir. O Muradalı və Daşdəmirlə dostluq edir. Mixaylov onları knyazlara bərabər oğlanlar kimi dəyərləndirir. Natəvan gəlir və Mixaylov atları gördüyünü, bəyəndiyini söylür. O atları minən Qarabağ igidlərinin qəhrəmanlıqlarından, Natəvan öz xalqı üçün fədakarlığından danışır. Lermontovun təzə nəşr olunmuş kitabını Natəvana hədiyyə edir. Biz Süleyman Salih Axundovun Nurəddində, Hüseyn Cavanın İblis faciəsində görə bilərik. Natəvan Lermontova adı çəkilən digər əsər Qızılgül olmayaydı bayaq dedik, yüksək qiymətləndirir. Onlar Lermontovun acıqlı taleyindən danışır. Natəvan həqiqəti söyləyən şairin taleyinin həmişə faciəli olduğunu bildirir. Mixaylov onu satqınlardan ehtiyatlı olmağa çağırır. Mixaylov ad çəkməsə də bunu vəsvəsinə xəyanət kimi qiymətləndirir. Onlar arasında xəyanətkarların satqını olduğunu bildirir. Lakin Natəvan bunun hər dövrdə olduğunu söyləyir. Nəsimi Vaqifin faciə taleyini misal çəkir. Mixaylov rusca şeir söyləyir. İgid xalqının böyük gələcəyinə inandığını bildirir. Natəvan öz-özünə danışığında xəyanətkarın kim olduğunu bilmək istədiyini dilə gətirir. Rəqqasə qızla kör kamançı küçədən səsləri gəlir. Qız kör Eyvaz həmin kamançaçıdır. Haqqında mahnı oxuyur. Natəvan xalqın qəmli mahnı oxumağından narahatdır. Növbəti gəlirik biz 6-cı şəklə. Bu da sizə düşür oradan. 6-cı şəkildə bu da Xurşudbanın Natəvanın malikanəsində vaqe olur. Knyaz Daşdəmirdən əsəbi şəkildə Xoşdubanın mil üzündən qayıtmadığını soruşur. Natəvan hələ gəlməyib, Daşdəmir xəbər verir ki, Dağıstandan qonaq gəlib. Bu onun əmisi qoca knyazdır. Bax, artıq qoca knyazı görürük biz burada. Əmisi Natəvan harada olduğunu soruşur və Natəvan mil üzündə olduğunu eşidəndə Xasayda niyə onun yanında olmadığını xəbərini alır. Deyir ki, əmi başlayır onu danlamağa, deyir, sən onu Petrokda oxumusan, Dağıstan xalqı sənə ümid bağlayır, amma gəlmirsən deyir, şiə bir arvadın tumanından deyir, yapışıb, gizlənmirsən. Bu sözlərin qarşılığında Xasay Banunu müdafiə eləyir, şiə sünni belə məsələsini, ruhanilərin məsələsi də deyir və s. və əlaxır. Qoca knyaz 90 yaşında 4 gün at çapıb bura gəlmək məqsədini açıqlayır. O Xasayı geri aparmağa gəlib. Deyir ki, mən deyirəm ki, sən orada bir baş papaqlı sən qalırsan, düşmələrimizi sevindirmə, gəl gedək. Və Xurşudbanın açılışından gəlib, danışır, hətta deyir, şahsevər, afşar tayfaları da gəlib, Xasayın əmisi də şiə əli dəyən yeməkləri yemədiyini bildirir, əmin üçün deyir, yemək hazırlamışıq. O Xurşudbanın əmisini bura gəlmə səbəbini açıqlayır. Natəvan əvvəl səhv anlayır, elə bir əmisi onu qonaq aparır, lakin Xasay vəziyyəti ona izah edir.
Xasay isə hələ bir qərara gəlmədiyini bildirir. Xoşudbanın həmvətənə sənə lənət yağdırmasına dözə bilmərəm. Xasay ona Dağıstana köçməyi təklif edir, lakin Xoşudbanı razı olmur. Çünki mənim dirhəm yerlilərim var. Boynundan övladları Mehdiqulu ilə Xanbikənin, demək övladları kimdir? Mehdiqulu ilə Xanbikə. Mehdiqulu ilə Xanbikənin şəkilləri olan medalonu açıb Xasayın boynuna bağlayır. Ondan sonra medalyonu açıb Xasayın boynuna bağlayır, yolun açıq olsun deyir. Və növbəti gəlirik biz 7-ci şəklə. Deməli, 7-ci şəkildə bu da Xoşudbanın Natavanın malikanəsində yenə vaqe olur. Və şəkil Daşdəmirin Arazaxar Lili ilə artıq ikinci dəfə mahnını oxuyur. Xasay getdikdən sonra vəziyyət haqqında danışırlar. Şahmar və Möhnət kəndləri gəlir. Şahmar Daşdəmirin atamın çoxlu qızılı 3 mərtəbəli malikanəsi var, yalının üstünü açır. Daha sonra Natavanla görüşlər Haramıdan gəldiklərini bildirir. Şahsevər Afşan Ağcabada Qarabağ cəmaatı suluq ucbatını əkib becər bilmədiklərini söyləyir orada. Natavan Dumadan məktub gəlib, deməli Natavana. Xasayla yenə evli olanda Dumana qonaqları olmuşdu. Natavan bəyimlə danışığında Xasaylı günlərini xatırlayır. Ondan sonra Mirzə Ruhla İran şahzadəsinin Natavan hüzuruna nəzakət görüşünə gəldiyini söyləyir. Lakin Natavan Cənubi Azərbaycanda zümrə qəbul eləmək istəmir. Ruhullah Natavan bunu mütləq eləməli. Mirzə Ruhla bəxtli ki, müəllimi olub. Çünki bu dövlətlər arasında bir qaydadır. Natavan özünün dövlət olmadığını bildirir. Mirzə Ruhullah onun xan nəvəsi, şairə olduğunu xatırladır. Məcburən qəbul edir. Və orada o bildirir ki, danışığında mən deyir, Qarabağın deyil, həm Şimali, həm Cənubi Azərbaycanın şairəsiyəm. Şahzadə güya şeir, sənət aşıq olduğunu ifadə edir. Firdovsi, Hafizi, Sərdi kimi yalnız Farsça şairlər adını çəkir. Natavan qəddar şahların nəcib hisslər tələb edən şeiri sevməyinə təəccüb etdiyini dilə gətirir. Şahzadə kimi isə heç kimi qəddar olmadığını, səltənətin mənafeyinin qəddarlığı yaratdığını söyləyir. Nüşrəvənə adili örnək gətirir. Zülmlərin baş verməsini günahkar kimi xalqı görür. İsmail Şah, Nadir Şah və Qacar adını çəkir. Onun Azərbaycanlı İran hökmdarı olduqlarını öz nitqində qeyd edir. Natavan saatına baxıb görüş vaxtının bitdiyini bildirməkdə bir növ onu qovurmuş kimi eləyir. Şahzadə çıxandan sonra Mirzə Ruhullah gələcəyə ümid verən sözləri çox əsəbləşmiş Xoşudbanı sakitləşdirməyə çalışır. Cənab Seyid Hüseyn gəlir, Natavanın göstəriş yazısında 5 nəfər gənci Rusiyaya, 5 nəfərin Parisə təhsil almaq, yəni oxumaları haqqında məlumat verir. Daha sonra biz Hidayət xanın əsəbi halda gəldiyini görürük. Onun da əsas səbəbi Mil düzünə su çəkdirməkdir və insanlarla onlar arasında diyaloq baş verir. Hidayət Seyid Hüseyni vəzir adlandıraraq bütün bunların işlən olduğunu bildirir. Bir növ onu bu məsələdə günahlandırır. Hidayət qəzəblə nə olursa olsun, bu arxın çəkilməyə icazə verməyəcəyini söyləyib oranı tərk edir. Natavan layihənin hazır olub olmaması ilə maraqlanmaq istəyəndə Seyid Hüseyn bildirir ki, mühəndis Əbdürrəhim Talıbzadə layihənin artıq hazır olduğunu deyib. Natavan Muradalını çağırıb Parisdə keçirəcək at yarışına onların da atlarını qoşulacağı və yalnız birincilik istədiyini də bildirir. Və növbəti gəlməlidir məncə 8-ci şəkil. Bu da sizdə səhv etmirəmsə bütövdür. 9 ilə 10 məzmundur. 8-ci şəkildə deməli, vaqe olur Natavanın malikanəsində qeybdən səs gəlir. Qeybdən səs gələn İskəndərnamə, Dəhnamə, Müsibət-i Fəxrəddin, xanəndə Natavanın Məni rədifli qəzəlini ifadə edir. Görürsünüz, Natavan biz burada qəzəllərinə rast gəlirik. Mirzə Ruhla Natavanın dialoqu verib xoşbəxtlik haqqında danışırlar. Mirzə Ruhla İran şahını vəzir Məlik Natavanın təkidlə görüşmək istədiyini bildirir və məxfi sözü var. Məlik İntiqam o Təbrizdən, yəni Azərbaycanlıdır, əsl adı Mirzə Kərimdir. Vəzir Şahzadənin Natavanı izdivac etməyi söyləməyə gəlib. Natavan 32 hərəm kimi onu bəs etməyə sonra vəzir və Şahzadə Natavanı baş hərəm edib, taxtacı onu varisi etməsini istəyir. Güya Məlik Dövlə bu izdivac barədə fikrini söyləyərək bildirir ki, neçə minlik tarixə malik İran səltənəti ilə qohum olmaq Azərbaycan xalqı üçün xoşbəxtlikdir. Deməli, Natavan da bu izdivacı girovluq kimi dəyərləndirir.
nümunə də gətirir nədən? İbrahim xanın öz qızı Ağabəyim ağanı Fətəli xana ərə verməsindən. Vəzir Azərbaycan iki böyük dövlət arasında Rusiya din qardaşlığı səbəbilə İranı seçməsinin daha yaxşı olacağını söyləyir. İranın Azərbaycanı farslaşdırma siyasətini Azərbaycan şərəf adlandırır. Çünki belə olduqda onlar da Farsla bərabər hüquqa sahib olacaqlar və Natıvan bunda yaxşıca bir qəzəblənir. Adını dəyişdiyini soruşur. Natıvan vəziri qalb dili yalayan nökər adlandırır. Mirzə Ruhullah Xurşudbaniyə həm gəzən söhbətlər, həm də yaşının gənc olması və ona kömək lazım olması səbəbilə yenidən izdivaca getməyi məsləhət görür. O da kimi çağırır? Əlbəttə ki, Seyid Hüseyni. Seyid Hüseyn buna səbəb isə sevgisini soruşur. Ona o da günahkar məhəbbətini göstərir. Xurşudbani ona izdivaca girməyi təklif edir. 9-cu və 10-cu şəkilləri buradakını danışmayacağım, çünki sizdə necə gedir 9-cu və 10-cu şəkillər məlumat xarakterlidir. Yəni Xurşudbanidən ayrılan Knyaz Xasay onunla gizlicə görüşür. Nigahlarını təzələnməyi birlikdə xaricə getməyi xahiş edir. Xurşudbani vətənini atmayacağını söyləyir. Onlar həmişəlik ayrılırlar. Xurşudbani iftiradan yaxa qurtarmaq üçün Hidayət xan təhdidlərinə baxmayaraq Seyid Hüseynə ərə getməyə qərarı alır. Hidayət xan Seyid Hüseyni öldürmək istəyir. Xurşudbani onu xilas edir. Deməli, bu 9 və 10-cu şəkillərdir. Növbəti isə 11-ci şəkil. Başlayacaq sizdə 11, 12, 13, 14 və 15-ci şəkillər qədər. Deməli, 11-ci şəkildə Məliküd Dövlət Şahzadənin dialoqu ilə başlayır. Dialoqdan Şahzadənin Natavanla evlənmək istəməsinin əsl məqsədi açılır. Belə ki, Cənubi Azərbaycanlılar İran şahından narazıdırlar. Şahzadə buna istifadə edərək onlara boş vədlər və inandırma xalqın dəstəyi ilə hakimiyyətə keçmək istəyirdi. Və planı baş tutmur. Vəzirinə Natava hədiyyə təklif edir. Qoy Natavan düşünməsin ki, Şahzadə ondan inciyib. Daha sonra Təbriz Əhrə, Cənubi Azərbaycan şəhərinə gizli adam göndərməyi, yalan vədlər verməyi tapşırır və Məliküd dövlət olub. Onu bir hilə ilə taxta çıxardan. Şahzadə taxta keçəndə Məliküd dövlətində özünə baş vəzir edəcəyini, Koroğlu dastanında da Xotkarın vəzirlik vədinə biz rast gəlirik. Əlini öpdüyü məqamda Şahzadə əli öpməsi üçün ondan izin istəyir. Yaxalayıb kim olduğunu söyləyir. İllər əvvəl, deməli, biz kimi görürük, təxmin edir və körkəmancası. İllər əvvəl Savalanda gözünü çıxartdırıb cavan gəlini əlindən aldığı Eyvazam deyir orada. Neçə vaxtda diyar və diyar gəzib intiqamını alacağım günü gözləyirdim. Kamançası geyməsinin altından xəncəri çıxarıb onu öldürür. Muradalı bu anları izləyirdi. Onlar Muradalının köməyi ilə tez qaçırlar. Amma yazıq Seyid Hüseynin heç bir xəbəri yoxdur, onun da üstündən qalır. Çünki xaloğlu idilər da. Və gəlib görür ki, vəziyyət yaxşı olmadı. Deyir ki, monoloqunda vətəninə, xalqına xəyanət özünü dünya qınayır. Allahdan bağışlanma istəyir. Lakin Allahın onun səsini eşitməyəcək qənaətindədir. Bu dünyanın yer olmadığını söyləyir. Əqrəb düşdüyü torda özünü sancıb öldürüləcəyini deyə intihara cəhd edir. Lakin buna cəsarətə çatmır. Vaqif Həsənli Qazar özünü intihar edir. Lakin buna cəsarətə çatmır. Deməli, bax, burada da biz Məliküd dövlənin görə bilərik. Bir də Vaqif Həsənli Qacarı ki, özlərini öldürmək istəyirlər, alınmır. Vaqi olur Qala rəisinin otağında Zahir bəy, Fəda, Fərəc bəy və Mixailə. Baxın, satqınlığı gəldi, gördük biz burada. Provokasiya kimi qiymətləndirir cinayəti. O Zahir bəylə bu cinayətdən fikirlərini soruşur. Zahir bəy isə hayana çevirsə də bu cinayətin bir ucu Xurşudbanın malikanəsində dayandığını deyir. Orada təşkil olunan məclisin üzvüsün yığınacağı imperator düşmən kəsilmiş ocaqdır. Çünki axı orada soruşurdu, nə demək istəyirsən, o şeir var idi o hissədə. Deməli, Natavan Mehtəri Muradan yuxarı çıxdığının məhz Seyid Hüseynin xalası oğlu olduğunu bildirir. Qala rəisi cinayət gecəsi Muradalının sarayın ətrafının göründüyünü deyib. Buna görə də Seyid Hüseyni Cənubi Azərbaycanı bura şahsı öldürmək üçün göndərilmiş terrorçu adlandırır. Fərəc bəy hər söhbətə da elədir ki, var deyərək qoşulur. Mixail ona qəzəblənir. Zahir bəy Xurşudbanın Hüseyin evlənməsi əcaib əhvalat kimi qiymətləndirir. Qala rəisi məlum hadisə ilə bağlı qalaya gələn canişini qarşılamağa getməlidir. Zahir bəyi arxa qapıdan göndərir. Onun ardınca xoşa gəlməyən tərzdə danışır. Onu qramofon adlandırır. Mixailov isə Zahiri satqın və əclaf kimi qiymətləndirir. Mixailov rəisə Zahirin Xurşudbanı və məclisi üns barə dediklərinə inanmamağa məsləhət görür. Lakin rəis qəzəblənir, inanmaq lazım olduğunu bildirir. Deyir, kim səni vəkil təyin edir ki, bu qaçaq tuzemləri müdafiə edirsən. Mixailov onlar tuzem deyil dedikdə, rəis Mixailovun dayısını dekabrist kimi sürgün
olunduğunu onun yadına salır. Mikhailov ədalət lazım dedikdə, rəis ədalətin imperatoru qorumaqdan ibarət olduğunu bildirir. Biz gedirik Xurşudbanın malikanəsinə. Natəvandır, Mirzə Ruhlardır, Seyid Hüseyndir. Muradanın yoxa çıxma müəmması haqqında düşünürlər. Nəvvab və Tirvahan gəlib. Nəvvab xəbər verir ki, Fərəcov bu cinayəti sonra ünsür şairlərin bir-birini çağırıb soru-sual verir. Mamaya da gəlib özünü çatdırır. Mamaya vətənimdə, vətənim yox Mirzə yazdığı üçün deyilib ki, sən bunu imperator hədəfə almısan. Tervahan isə xristian olduğu halda niyə müsəlman məsələsində olduğu barədə sorğu-sual olunur. Fərəc bəy 2 polis zabiti ilə gəlir. Hüseyn İblis əsərində də 2 polis nəfəri gəlmə səhnəsi var. O imperator hökuməti adına Seyid Hüseyni həbs etməyə gəldiyini söyləyir. Xan qızının hörmətinə görə sinovnik göndərmədiyini, məhz onun özü gəldiyini bildirir. Natəvan buyuna ixtiyarı olmadıqlarını bilir, lakin Fərəc bəy bu sərəncam olduğunu onun nəzərinə çatdırır. Natəvan o qədər qəzəblənir ki, Fərəc bəyə bir şillə vurur. Şillə var. Bunun Fərəc bəy dəli olmusunuz. Nədir? Natəvan özünü saxlamayıb ard-arda daha 2 şillə vurur ona. Fərəc bəy çıxıb gedir. Şairlər Natəvan barədə alqısı Seyid Hüseyn ondan əl çəkməyəcək, öz gedəcək, təqsirin nə olduğunu bilmək istəyəcək deyə çıxır. Banu isə karetasını hazırladaraq canişinin yanına getməyə hazırlaşır. Və baxın, əvvəldə də canişinin yanındadır, axırlarda da canişinin yanındadır. Qala rəisinin otağında vaqe olur. Canişin və Natəvan danışırlar. Canişin Fərəc bəyin onun sarayına gəlməkdə səhv etdiyini, lakin Natəvanın cavabının layiqincə cəzalanacağını deyir. O Natəvana bütün məlumatları, onun öz xalqına, hətta zadəgan təbəqəsinə kəsin bildirdiyini, hamısını Zahir bəyə gedib dayanır. Bu hadisə İran şahı Rusiyanı ittiham edir. Natəvan bildirir ki, bu ittihamı aradan qaldırmaq üçün günahsızlardan istifadə etmək olmaz. Canişin hətta Natəvan özünün də əlahəzrət hökumətə qarşı günahlandırıldığını qeyd edir. Natəvan vətən xaininə düzgün məlumat çatdırılmadığını bildirərək qeyd edir. Bizim arzumuz Cənubi Azərbaycandakı soydaşlarımızı İran şahının zülmünə azad edib onlarla birləşməkdir. Bunu isə bir-iki canını qətlə yetirməli bacarmayacağımızı bilirik. Bu məqsəd çatmaq üçün biz daha böyük döyüşə girməliyik. Buna da gücümüz çatmaz. Canişin bildirir ki, Natəvan ziyalılar hər cür mütləqiyyətin əleyhinədir. O Sezar və 16-cı Ludovikin ölüm məsələlərini yada salır. Xurşudbanı xalqı mələk adlandırır. Canişin bildirir ki, onun rəfiqinin azad olunması üçün əlindən gələni edəcək. Natəvan qeyd edir ki, o yalnız bunu istəmir. Eyni zamanda şahzadənin ölümü ilə xalqının üzərinə düşən qara kölgənin silinməsini istəyir. Canişin bu məsələ ədalət həll olmaq üçün çalışacağını bildirir. Və 15-ci şəkil Natəvanın malikanəsində vaqe olur. Şairlər Natəvanın yanındadırlar. Zahir bəy özünü sanki onlardan xəbərçi kimi aparır, Gəncədə olduğunu bildirir. Bu vaxt Möhnət və Şahmar gəlir. Kim gəlir? Möhnətlə Şahmar. Onlar Hidayət xanım Minarxın çəkilişində törətdiyi fəsadlara xəbər verirlər. Natəvan bu andan etibar öz sinifinin yad olduğunu bildirir. Mikhailov daxil olur, istefa verdiyini söyləyir. Lakin vətənin qayıtmasına Natəvana təşəkkür etmək və ona içindən satqın olduğunu bildirir. O Zahir bəyin satqın olduğunu deyir artıq. Şahmar xəncərini çəkib, kim? Şahmar. Zahiri öldürmək istəyir, lakin qoymurlar. Natəvan bilir, tək Zahirin ölümü ilə məsələ həll olunmur. Zahir millət-i İslami badı fənaya verirsiniz deyə çıxır. Natəvan onun millətlə din anlayışını hələ də ayırt edə bilmədiyini söyləyir. Hidayət xan gəlir. O indi ata-baba mülkünü əl çəkdiyi üçün xalq deyir, var yoxdan çıxdığı üçün Natəvanı qınamağa gəlir. Lakin Natəvan elədikləri peşman olmadığını bildirir. Yəni Natəvan peşman deyil. Hidayət xan əlvida deyərək çıxır. Natəvana məktub gəlir. Məktub kimdəndir? Xasaydandır. Məktub Xasayın öz dilindən səsləndirilir. Məlum olur ki, o sürgündədir. Artıq bu olanlara dözə bilmir. Banu bəyimə isə möhkəm dayanmağı məsləhət verir. Silahı ürəyinə dayaraq sürgündə intihar edir. Məktub səslərində silah səsi eşidilir. Əslində bu silah Hidayət xanın Saxsağana vurduğu güllənin səsi idi. Saxsağan da nədir? Xeyir xəbər carçısı adlandırır Natəvan. Mirzə Ruhullah isə Hidayət kimilərin dünyada xeyir xəbər gətirən vurmaq üçün var olduqlarını bildirir. Natəvan Daşdəmir və bəyimi çağırmaq hərəsinə bir kisə pul verir və onlara azad edir. Artıq ona xidmətçi lazım olmadığını bildirir. Və sonda nə deyir? Deyir ki, gedin, kəndlərə çatdırın ki, onlar artıq mənə vergi verməyəcəklər. Mənim indidən sonra nə kəndim, nə torpağım var. Mən də bu uçurumlu yollarda onlarla bərabərəm. Bu əzablı yolların sonunda bizi milli birliyini, azadlığını tapmış Azərbaycan gözləyir. Və biz əsərdə nəyi görürük? Görürük ki, bu bir dramatik əsərdir, tarixi bir dramdır. 1980-ci ildə yazılıb və əsasən də kim? Xan qızı Xurşudbanu Natəvan. İki hissədən
15 şəkildən ibarətdir. Hadisələr Tiflisdə, sonra Qarabağda, Şuşada baş verir. Burada Azərbaycanın birliyi, bütövlüyü problemi diqqətdədir. Rus çarizmi, istərsə də İran fars şovinizminin Azərbaycanla bağlı məkirli, ikiyüzlü siyasətini görürük. Biz burada Natavanın necə bir şair olduğunu görürük. Natavanın necə bir ictimai xadim olduğunu, bir şəxsiyyət olduğunu, kübar xanım olduğunu, millət fədaisi olduğunu, qeyrətli, ziyalı, maarifçi və əsl Azərbaycan qadını olduğunu da görürük. Bu qədər. Növbəti dərsdə görüşmək ümidi ilə sağ olun.